İllər boyu formalaşan bir sənətin insan duyğularını və dünyaya baxışını rənglər, xəttlərlə necə əbədiləşdirdiyini göstərən Beynəlxalq Rəssamlar Günü insan yaradıcılığının zənginliyini təcəssüm etdirir. Şərq miniatür sənəti, Qafqaz romantizmi və müasir təsviri sənətin sintezindən formalaşmış Azərbaycan Rəssamlıq Məktəbi də bu xüsusi günün mənasına özünə məxsus rəng qatır. Sərt konturlar və gərgin psixoloji fonla fərqlənən Tahir Salahov, monumental rəngkarlığa tövbə verən Mikail Abdullayev, detallara həssas yanaşması və qrafik ifadəliliyi ilə seçilən Maral Rəhmanzadə, eləcə də ekspressiv üslubu ilə tanınan Fərhad Xəlilov, ənənəvi ornament və folkloru müasir tərzdə təqdim edən Arif Hüseynov və digər sənətkarlar milli təsviri sənətin formalaşmasına əsaslı təsir göstəriblər. Müasir dövr rəssamları isə yalnız realist təsviri sənətlə kifayətlənmir. Qrafika, abstrakt, dekorativ tətbiqi sənət, heykəltaraşlıq, instalyasiya, performans kimi sahələrdə də fəaliyyət göstərməyə başlayırlar. Əsərlərində yaddaş, məkan və urbanizasiya mövzularına toxunan Aida Mahmudova, kölgə instalyasiyaları ilə dünya şöhrəti qazanan Rəşad Ələkbərov, xalçaçılığa müasir yanaşma gətirən Faiq Əhməd və digər rəssamlar yaradıcılıqları ilə milli incəsənətin dinamik, canlı və müasir dövrün tələblərinə uyğun inkişafına imkan yaradırlar. Onların bir qismi qədim milli köklərə, şərq miniatür sənəti və Azərbaycan rəngkarlıq qrafik ənənəsinə müraciət edərək bunları müasir forma və ideyalarla birləşdirməyə çalışır. Digərləri isə qlobal dünyaya inteqrasiya istiqamətində addımlar atırlar. Bu addımlar milli incəsənətin geniş auditoriyaya çatdırılması və beynəlxalq səviyyədə tanıdılması baxımından mühüm əhəmiyyət kəsb edir, həmçinin Azərbaycan sənətində janr zənginliyi və formaların müxtəlifliyinə səbəb olur. Arzu Yusif Sevgəlizadə, Mədəniyyət xəbərləri.